Bəzi suallar var ki, hökmlər barədə. Bəzi suallar var Allahın əmrləri, göstərişləri barəsində. Baxırsan ki, o suallar nəyə görə yaranır? Buna görə yaranır ki, bizim hələ də Allahın tapşırıqları barədə təsəvvürümüz yerində deyil. Yaxşı deyil. Əgər Allahın əmr və qadağaları barəsində, hökmləri haqqında bizim təsəvvürümüz lazımı qədər olsa, təsəvvürümüz gözəl olsa, o sualların mənası olmaz. O sualların ümumiyyətlə yeri olmaz. Məsələn, bəzən sual verilir ki, Allah bizə niyə görə göstəriş verib? Niyə görə bəzi şeyləri bizə vacib buyurub? Ramazanda məsələn orucu vacib buyurub. Məgər ehtiyacı var? Bu sualı biz niyə görə veririk? Çünki göstəriş barədə düzgün təsəvvürə malik deyilik. Biz başa düşsək ki, o göstəriş ki bizə verilir, bizim ona ehtiyacımız var. Biz başa düşsək ki, o göstəriş ki bizə verilir, o göstəriş verənin bizə qarşı olan xüsusi diqqətindən və lütfündən, sevgi və məhəbbətindən irəli gəlir, mənası yoxdur ki, deyək ki, Allah bizə bunları niyə vacib eləyib, məgər ehtiyacı var? Suala sualla cavab verək. Məgər hər yerdə tapşırıq ehtiyac üzündən verilir? Birinə bir tapşırığı verirsən, orada məgər tapşırıq, o tapşırıq verənin ehtiyaclı olmasından xəbər verir? Heç də hər yerdə göstəriş verənin ehtiyacından xəbər vermir. Ki, bizdə sual verək ki, niyə görə bu? Elə bir biri səni dəvət edir. Çox istədiyindən dəvət edir ki, sən də gələsən bu qonaqlıqda iştirak eləyəsən. Bu qonaqlıqda iştirak eləmək şərəfi sənə də nəsib olsun. Bu sənə qarşı olan diqqətdir, qayğıdır, sən də sual verirsən ki, niyə görə dəvət eləyib, məgər ehtiyacı var? Əlbəttə ehtiyacı yoxdur. Məsələn, əgər bir ölkənin şahı səni xüsusi məclisində görmək istəyirsə, xüsusi lütflər sənə etmək qəsdindədirsə, burada sualın mənası yoxdur ki, ehtiyacı var. Xeyr, sadəcə burada diqqət var, qayğı var və səni bu dəvətlə istəyir şərəfə nail eləsin, daha da şərəfləndirsin, sənə izzət versin. Başqa nə məqsədi ola bilər ki? Birinə göstəriş verəndə, bəli, elə olur ki, o göstəriş verənin ehtiyacı var. Deyir, məsələn, get mənə filan işi gör. Bu adamın ehtiyacı var ki, ona tapşırığı verir. Get mənim üçün filan şey al. Məsələn, övladı qulluğa göndərirsən və yaxud da bir qonşunun uşağını qulluğa göndərirsən. Niyə görə qulluğa göndərirsən? Çünki ehtiyacın var. Get mənim üçün məsələn dükandan çörək al, su al. Ehtiyacın var buna. Allah ki buyurub, bu işi gör və mənim üçün gör. Məqsədi bu deyil, istəyə sənə ehtiyaclı olduğun göstərsin. İstəyir sənə qarşı aşıq olduğun göstərsin. Sənə qarşı sevgisini göstərsin. Göstəriş vermək heç də hər yerdə ehtiyaca görə deyil, məhəbbətə görədir. Əgər sevdiyinə görədirsə, məsələn, sual verə bilər bir adam ki, qoy elə ixtiyarımıza buraxsın da, niyə görə məcbur eləyir bizi? Sual verir, deyir, Allah mənə göstərişi niyə görə verib? Deyirsən ki, məhəbbətinə görə. Adamda o dəqiqə bu sual yaranır ki, necə məhəbbətinə görə mənə göstəriş verir, sevdiyinə görə mənə əmr verir, qoy elə sevirsə məni, qoy elə məni öz könlümə buraxsın, ixtiyarıma buraxsın. Niyə məni məcbur eləyir? Necə bizi sevib yaradıb, bizə də sevib əmr verib, göstəriş verib. Bəli, Allah bizi öz başımıza buraxmayıb, istəklərimizlə buraxmayıb öz başımıza ki, biz sərbəst olaq. Məcbur eləyib bizi bəzi şeylərə. Deyib, vaxtı namaz qılmalısan. Haramdır, çəkinməlisən. Bu iş sənin boynuna gəldi, bunu yerinə yetirməlisən. Bəziləri fikirləşir ki, nə olaydı bunlar elə ixtiyar üzündən olaydı, könüllü olaydı. Məsələn, biz deyirik ya, hicab bağlamaq. Nə yaxşı olaydı ki, hicab bağlamaq xanımlar üçün könüllü olaydı, ixtiyar üzündən olaydı. Amma Allahın əmridir, Allahın tapşırığıdır.
hicab sadəcə bir geyim forması deyil, Allahın əmridir. Allah görürsünüz, məsələn, bəzi geyim formaları var, heç ona əmr eləməyib. Əmr eləməyib ki, məsələn, qışda qalın isti geyincinən. İnsan onu bilir ki, qışda qalın geyinməlidir, isti geyinməlidir. Allah heç çox şeylər var ki, əmr eləməyib. Çünki insan onu ağlı ilə başa düşür. Amma elə şeylər var, əmrdir. Hicab sadəcə geyim deyil. Allahın əmridir, Allahın tapşırığıdır. Allah, niyə bu əmri mənə verirsən və mənə vacib eləyirsən? Məni öz könlümə burax, istəsəm bağlayaram, istəsəm bağlamaram. Necə ki, bu günləri bir çoxları bu cür belə başa düşür. Ki, könüllü olsaydı nə yaxşı olardı. Ramazan ayında niyə məni məcbur edirsən oruç tutmağa? Ramazan ayıdır, kim istəyər tutar, kim istəməz tutmaz. Səncə gözəllik burada deyil? Bəli, biz səhv başa düşürük. Gözəllik onda deyil. Gözəllik məcburiyyətdədir. Gözəllik əmirdədir. Gözəllik onu vacib eləməkdədir. Hardadır onun gözəlliyi? Dünən dedik. Əmr vermək, sərt davranmaq demək deyil. Əmr quru buyruq da deyil. Sevgi dolu, hərarətli buyruqdur. Məsələyə bu cür baxsaq, əməlin zəhməti götürüləcək. Əməlin ağırlığı çevriləcək, asan olacaq.